Ümumiyyətlə, baxın, qiymətləndirmə haqqında yanlış yanaşmalar. Biz bunu əvvəl də danışmışdıq sizinlə, düzdür? Qiymətin, yəni yanlış yanaşma nə idi əvvəllər? Qiymətləndirmə ilə bağlı. Yalnız qiymət xatirinə oxumaq, düzdür? Qiymət xatirinə uşaqlara oxutmaq. Yəni, son nəticə olaraq sən nə etməlisən? 5 almalısan. Ən yaxşı nəticə nədir? 5. Yüksək nəticə. Məsələn, sən 2 almısansa, səndən heç nə olmaz. 3 almısansa, bu da yəni 2-nin bir tayıdır. 4 almısansa, niyə 5 almadın? Sən 5 ala bilərdin. Niyə 5 almadın? Yaxşı çalışmadın. Yəni, hər şey nəyə yönəlibdir? Qiymətə, 5-ə. Sən yəni mükəmməl olmalısan ki, mən səni sevim. Bir növ inklüziv təhsildə dediyimiz kimi. Deyirdik ki, insanların dəyəri, onların nailiyyət və ya qabiliyyətlərin asılı deyil. Amma biz burada köklənmişik nəyə? Ancaq onun nailiyyətinə. Yəni, nailiyyətli olsan, sənə dəyər verəcəm. Nailiyyətin olmasa, dəyərsizsən artıq. Yəni, uşaq 5 almayanda, 2 alanda, 3 alanda, 4 alanda özünü dəyərsiz hiss edir artıq. Bacarıqsız hiss edir. Və insan da özünü, bəli, bacarıqsız hiss eləyəndə nə olur? Artıq onda səhv məqsədlər meydana çıxır. Bunu biz ən sonunda keçəndə sosial insan modeli adlı bir nəzəriyyə var. Orada öyrənəcəyik. Uşaqda artıq, baxın, güc nümayiş etdirmək, qisas almaq, nə bilim, müxtəlif səhv məqsədlər meydana çıxır. Bu səbəbdən də ümumilikdə qiymət xatirinə şagird oxutmaq yanlışdır təbii ki. Onun nəsə öyrənməsinə şərait yaratmaq lazımdır. Bugün nə öyrəndin, necə öyrəndin, sənə nə maraqlı gəldi, bunu soruşmaq lazımdır şagirddən, düzdür? Sən bugün sənin üçün nələr yeni oldu və yaxud da ki, nəyi öyrənə bilmədin deyə bilərik. Yəni, suallar verə bilərik özü ilə bağlı. Amma bugün neçə aldın? Yəni, bu qiymətinə əsasən dəyər vermək təbii ki, yanlış yanaşmaydı. Bugün biz artıq müasir qiymətləndirmə olaraq təbii ki, səviyyələr və meyarlar üzrə qiymətləndirmədən istifadə edirik. Baxın, dünən bir video çıxıb qarşıma, orada təhsil ekspertidir, güya danışır, bilinmir nəyin ekspertidir. Deyir, əvvəllər yaxşı idi, qiymət yazılırdı bizə, o həvəsləndirirdi uşağı və s. Amma o həvəsləndirmənin doğru olmadığını anlaya bilmir. Yəni, bu cür gözəl qiymətləndirmə xüsusiyyətləri varkən, niyə biz 2-dən, 3-dən, 4-dən, 5-dən yapışaq təbii ki? Düzgün qiymətləndirmə budur da, yəni. Baxın, əsl qiymətləndirmə nədir? Bir insana verilən qiymət nədir ümumiyyətlə? Dəyər, düzdür? Qiymət dəyərdir. Biz dəyərləndirməliyik şagirdi. Və ən gözəl dəyər də onun işini vurğulamaqdır. İşini vurğulamaq ki, səni niyə qiymətləndirəm? Yəni, sən nəyə görə dəyər verirəm? Sən niyə dəyərlisən? 5 aldığın üçünmü dəyərlisən? Yoxsa bugün bir bacarığa gələndiyin üçünmü dəyərlisən? Yəni, əsas onun dəyərli olduğunu göstərməkdir təbii ki. Belə, qiymətləndirmə haqqında, yəni bu bir səhv yanaşmadır. Qiymətləndirmə şagird nailiyyətinə o zaman müsbət təsir göstərir ki, biz şagirdlər haqqında şagirdlərin nailiyyətlərini etibarlı şəkildə ölçərək məlumatlar toplamasını təmin edirik. Yəni, biz şagirdlərin nailiyyətləri haqqında məlumatlar toplayırıq. Müəllim fəaliyyətinin effektivliyi barədə etibarlı təsəvvür formalaşdırır qiymətləndirmə və təhsil proqramının inkişafını təmin edir. Təbii ki, qiymətləndirmə. Burada belə bir tərif var. Məzmun standartları inteqrativ təlim nəticələri olub, şagirdin müvafiq bilik, bacarıq və dəyərlərə nail olmaqla səviyyəcə dəyişməsini təmin edir. Yəni, bu tərif məzmun standartlarına aiddir. Qiymətləndirmə şagird nailiyyətləri barədə nə zaman müsbət təsir edir? Bayaq bunu deyirdim sizə. Baxın, o zaman müsbət təsir edəcək ki, şagirdlərin fəaliyyəti barədə biz düzgün istiqamət verəcəyik. Yəni, onların fəaliyyətini düzgün yönləndirəndə, istiqamət verəndə, təbii ki, şagirdə də müsbət təsir göstərir. Şagirdlərin öyrənməsi üçün aydın standartlar müəyyənləşdirildikdə, biz əgər standartlarımızı düzgün, doğru şəkildə müəyyənləşdirsək, bu da şagird nailiyyətinə müsbət təsir edər. Şagirdlərin fəaliyyətini davamlı şəkildə izlədikdə, təbii ki, onların fəaliyyətini izləyib dəyərləndirmək lazımdır. Şagirdin ehtiyaclarını qarşılamaq naminə təlim tənzimləndikdə təbii ki, bu zaman şagird nailiyyətinə müsbət təsir edəcək qiymətləndirmə. Qiymətləndirmə nəyə şərait yaradır? Həm müəllim, həm də şagird üçün qiymətləndirmənin müsbət tərəfləri var. Baxın, həm müəllimə, həm də şagirdə şərait yaradır ki,
öz fəaliyyətinin effektivliyini ölçsün. Müəllim də, şagird də öz işinin effektivliyini ölçür. Nəyi yaxşı edib, nəyi pis edib, artıq burada ona bir məlum olur. Həm müəllim, həm də şagird növbəti planını buna əsasən qurur. Yəni, növbəti dərsdə, növbəti zamanlarda mən nəyi necə edəcəm? Artıq bunu mən bu qiymətləndirmə nəticəsində müəyyənləşdirmiş oluram. Yəni, həm şagird üçün, həm də müəllim üçün bu qiymətləndirmənin üstün cəhətləri var. Hər ikisi də öz işinin effektivini müəyyənləşdirir və planını buna əsasən qura bilir. Bəli. Qiymətləndirmənin bir neçə prinsipi var. Baxın, burada yazmışam. Şəffaflıq var, məsələn. Şəffaflıq prinsipi var. Sonra etibarlılıq prinsipi var burada. Obyektivlik var, qarşılıqlı əməkdaşlıq var və s. Amma bunların içərisindən biz 2 dənəsindən davamlı istifadə edirik. Bu prinsipin biri adlanır uyğunluq, digəri adlanır etibarlılıq. Nədir uyğunluq, nədir etibarlılıq? Bir dəfə testlərin birində qarşımıza çıxmışdı, düzdür? Uyğunluq prinsipi. Yəni, müəllim əvvəlcədən nəyi planlaşdırıbsa, onu da ölçməlidir. Uyğunluq budur. Məsələn, mən bugün sizə keçmişəm, deyim, nəzəriyyələri. Sabah gəlirəm, qiymətləndirmədən sual verirəm. Bu bölməyə əsasən sizi qiymətləndirirəm. Yanlış etdimmi? Keçmədiyimi qiymətləndirirəm, düzdür? Bu halda qiymətləndirmənin uyğunluq prinsipi pozulur. Müəllim əvvəlcədən keçmədiyini şagirdə qiymətləndirib, ona əsasən qiymət yazırsa şagirdə uyğunluğu pozur. Uyğunluq 2 formada pozula bilər. Bir, bu formada pozulur. Əvvəlcədən müəllim, yəni şagirdə öyrətmədiyini ondan qiymətləndirir, tələb edir, yəni. İkinci necə pozula bilər? İkinci, müəllim dərsin məqsədini bir kənarda qoyub, yalnız bacarıqları qiymətləndirərsə və ya bacarıqları kölgədə qoyub, ancaq biliyi qiymətləndirərsə. Yəni, qiymətləndirmə necə olmalıdır? Paralel, balanslı, həm bilik, həm bacarığı qiymətləndirməlidir müəllim. Təbii ki, birinci dərsin məqsədini qiymətləndirmək lazımdır. Məsələn, qrup işi keçirərkən əgər müəllim ancaq qrup işindən irəli gələn bacarıqları qiymətləndirəcəksə, məsələn, şagird yaxşı əməkdaşlıq edir. Ünsiyyət qrup dostları ilə. Amma dərsin məqsədinə çata bilməyib, düzdür? Bu halda mənim şagirdi ancaq o qrup işinin bacarıqlarına görə qiymətləndirməyim uyğunluq prinsipinin pozulması deməkdir. Mən birinci nəyə qiymətləndirməliydim? Dərsimin məqsədini. Dərsin məqsədindən irəli gələn bilik və bacarıqları, sonra qrup işinin bacarıqlarını təbii ki qiymətləndirməliydim. Amma birinci dərsin məqsədi təbii ki həmişə önəmli olmalıdır. Bu iki halda deməli nə ola bilər? Pozula bilər uyğunluq prinsipi. Birinci hal nə oldu? Dedik ki, əgər müəllim keçmədiyini qiymətləndirirsə pozulur. İkinci halda o oldu ki, müəllim yalnız bacarığı qiymətləndirir və yaxud da yalnız biliyi qiymətləndirir. Bu halda da pozula bilər. İkinci prinsipimiz adlanır etibarlılıq prinsipi. Etibarlı olmalıdır qiymətləndirmə deyəndə nəyi nəzərdə tuturuq? Etibarlı. Baxın, necə? Misal üçün, mən şagirdi bugün, deyək, hansı aydı? Mart aydı, qiymətləndirmişəm, KSG keçirmişəm. Bölmə sonu bir KSG keçirmişəm, müəyyən bir bölməyə aid. Şagirdlər burada toplayıblar, deyək, 80% nəticə. 2-3 aydan sonra, deyək, iyun ayında bu qiymətləndirməni yenidən verirəm şagirdlərə. Yəni, həmin o 80% nəticəni əldə etmək üçün yenidən verirəm, həmin sualları verirəm şagirdlərə. Bu zaman nəticə olur 40%. Burada nə oldu indi? Etibarlılıq pozuldu. Etibarlılıq pozuldu. Etibarlılıq niyə pozuldu? Çünki qiymətlər arasında kəskin fərq var. 80-40. Yarısı demək olar ki. Əgər qiymətlər arasında kəskin fərq olarsa, biz deyirik ki, etibarlılıq pozulub burada. Amma eyni testi vermə, yəni düzgündür. Bəli. 2 yolla verə bilərik. Deyəcəm indi onu sizə. Eyni testi verirəm. Təbii ki, mən etibarlığı necə yoxlayacam? Mart ayının nəticəsini Mart ayındakı tapşırıqla yoxlayacam da. Yəni, görüm etibarlı olubdurmu bu qiymətləndirmə? Etibarlı olmamasının səbəbi nədir? Təkrarlanmayıb, refleksiya olunmayıb, möhkəmləndirilməyib, burada keçirilib, burada da qalıb. Nəticədə nə olub artıq? Unudulub, qiymətləndirmə, yəni həmin bilik bacarıqları unudulub və nəticə aşağı düşübdür. Baxın, etibarlılığı biz 2 yolla yoxlaya bilərik. 1. Eyni bölmə daxilində həmin eyni sualları təqdim edə bilərik şagirdlərə.
Bir də eyni bölmə daxilindən fərqli sualları təqdim edə bilərik. Yəni, amma bölmə necə olmalıdır? Eyni bölmədə təbii ki, yoxlaya bilərəm mən etibarlığa. Yəni, bu bölmədə apardığım qiymətlə mən başqa bölmə ilə qiymət yoxlaya bilmərəm ki, o bölməni o bölmə ilə yoxlamalıyam. Ya eyni suallar üzərindən, ya da eyni bölmə daxilindən qiymətləndirməliyəm. Məktəblərdə bu biraz səhv başa düşülür. Elə bilirlər ki, məsələn, bu bölmədə şagird toplayıbsa 80% nəticə, əgər ikinci bölmədə, yəni misal üçün mart ayında toplayıb, aprel ayında keçirilən KSG-də şagird toplasa 40% nəticə, o zaman etibarlılıq pozulur. Bu etibarlılığın pozulması deyil. Ola bilər, normal bir şeydir. Şagird bu bölməni yaxşı başa düşüb, anlayıb, yaxşı nəticə toplayıb. Digər bölmədən aşağı nəticə toplayıb. Müxtəlif bölmədir. O etibarlılığın pozulması deyil. O sadəcə şagirdin bu bölməni yaxşı anlamamasının göstəricisi, tətbiqi zəifdir. Etibarlılıq yəni bu cür qorunur. Eyni bölmə üzərindən eyni suallar və eyni bölmə üzərindən fərqli suallarla yoxlanılır. Başa düşdünüz? Belə. Burada əsas iki prinsipi öyrənəcəksiniz. Etibarlılıq və uyğunluq prinsipi. Uyğunluğun digər adı da nədir? Validlik. Bəli, validlik kimi də qarşınıza çıxa bilər. Belə, bunları oxuyacaqsınız. Burada belə bir şey var. Qiymətləndirmə standartları 4 səviyyə üzrə qiymətləndirilir. Baxın, hansı səviyyələrdir? Birinci ən aşağı səviyyədir təbii ki burada. Dördüncü isə ən yüksək səviyyədir. Ən aşağı və ən yüksək səviyyə deyəndə bunlar nəzərdə tutulur. Birinci səviyyə ənənəvi ilə desək 2 qiymətidir. Qeyri-kafi. İkinci səviyyə 3 qiymətidir. Kafi. Üçüncü səviyyə 4 qiymətidir. Yaxşı. Dördüncü səviyyə də 5 qiymətidir. Ən yaxşı yəni. Qeyri-kafi, kafi, yaxşı, çox yaxşı. 4 səviyyə üzrə qiymətləndirmə aparılır. Bu səviyyələrdən ikisi, birinci və ikinci səviyyə bütün şagirdlər üçündür. Zəif, güclü, hamı onu işləyə bilər yəni. Ən zəif şagirdlər də, çünki bunlar daha çox asan suallar olur. Üçüncü, dördüncü səviyyə üçün hazırlanan suallar amma daha hazırlıqlı, daha istəyərli uşaqlar üçündür ki, onlar bu sualları da işləyirlər. Zəiflər də ən azından cəhd göstərirlər. Baxın, qiymətləndirmə sxemləri əsasın 2 sual əsasında hazırlanır. Bu suallar hansılardır? 1. Mən nəyi qiymətləndirməliyəm? Yəni, mən bugün nəyi qiymətləndirəcəm? Obyekt, məzmun, yəni tərəflər, xüsusiyyətlər nədir mənim qiymətləndirəcəyim? İkinci, aşağı, orta və yuxarı nailiyyət səviyyələrinin xüsusiyyətləri necə müəyyənləşdirmək olar? Burada müəllim özü üçün yəni bu sualları qiymətləndirmə hazırlayarkən mütləq özünə verməlidir. Nəyi qiymətləndirəcəm və bu səviyyələri necə müəyyənləşdirəcəm? Belə. Burada qiymətləndirmənin 3 istiqaməti göstərilib. Ona görə baxaq Time kitabında qiymətləndirmənin 4 istiqaməti göstərilib. Baxın, qiymətləndirməni biz 4 istiqamətdə apara bilərik. Biz deyəndə, yəni dövlət tərəfindən aparılan qiymətləndirmə növləri 4 yerə bölünür. Birinci olur nə? Milli qiymətləndirmə. 2. Beynəlxalq. 3. Yekun. Bunları təbii ki, müəllim aparmır. Amma məktəb daxili qiymətləndirmə birbaşa bizim aparacağımız bir qiymətləndirmə növüdür. Məktəb daxili. Məktəb daxili qiymətləndirmə 3 yerə bölünür. Diaqnostik, formativ, summativ. Summativ özü də 2 yerə bölünür. KSG və BSG. Kiçik summativ qiymətləndirmə və böyük summativ qiymətləndirmə. Diaqnostik qiymətləndirmə ilin əvvəlində aparılır, bölmənin əvvəlində və s. Formativ qiymətləndirmə gündəlik aparılır, hər gün gündəlik olaraq. Summativ isə sonda aparılır, sonda. Bölmələrin və ya yarım ilin sonunda aparılır. İlin sonunda da aparıla bilər. Diaqnostik şagirdlərin nəyini yoxlayır? İlkin bilik və bacarıq səviyyəsini yoxlayır. Formativ neyiniyir? Gündəlik fəaliyyətini izləyir, dəyərləndirir. Summativ isə artıq şagirdin nəyi əldə etdiyini, nailiyyətini müəyyənləşdirir. Nə qazanıb, onu müəyyənləşdirmiş olur. Sizcə bu qiymətləndirmə növlərindən üçündən hansı daha vacibdir? Formativ? Hamısı vacibdir təbii ki, amma formativ onlardan bir pillə belə
yuxarıdadır. Niyə? Çünki gündəlik fəaliyyətdir. Əgər gündəlik fəaliyyət yaxşı getməsə, düzgün aparılmasa, təbii ki, summativdən də nəticə əldə oluna bilməz. Bunların içərisində yalnız rəsmi olaraq yazılan jurnala summativdir, bəli. Summativi biz rəsmi şəkildə nə edirik? Jurnala yazırıq. Bəli, olmur əks əlaqə, rəy vermə. Summatividir, rəsmi qiymətləndirmə. Diaqnostiki biz hara yazırıq sizcə? Baxın, diaqnostiki biz yaza bilərik. Şagirdin şəxsi portfoliosu. Portfolio, şagird deməli portfoliosunda nə olur? Portfoliosunda saxlanılır. Portfoliosunda saxlanılır şagirdin diaqnostik qiymətləndirmə nəticələri, portfolio. Bu şagirdin şəxsi qovluğudur portfoliosu. Şəxsi qovluğu. Burada nəinki diaqnostik? Formativində, summativində nəticələri saxlanıla bilər yəni. Diaqnostik nə şagirdin gündəliyinə yazılmır, kitabçasına, nə də jurnala yazılmır. Formativi hara yazırıq sizcə? Şagirdin gündəliyinə yazırıq, formativ qiymətləndirməni artıq. Meyer yazılır, bəli, rəy yazılır şagirdə. Summativi hara yazırıq? Jurnala artıq, summativi də jurnala yazırıq. Bəli. Rəy yazılır, açıqlanır, bəli. Summativ jurnala yazılır. Bir də hansı gün keçirilibsə KSG, BSG, onun bir də gündəlikdə yazıla bilər, yəni. Gündəlikdə yazılmalıdır həmin gün ərzində. Belə, bugün mən sizə keçəcəm diaqnostik və formativi. Deyəcəm indi onları. Nədir milli qiymətləndirmə? Milli qiymətləndirmə ölkə daxilində. Baxın, yadda saxlayın. Keyfiyyət dəyişikliklərini yoxlamaq üçün həyata keçirilən qiymətləndirmədir. Milli, keyfiyyət dəyişikliyini yoxlayır burada. Ölkə daxili siniflər arası, məktəblər arası keyfiyyət dəyişikliyi sözünü yadda saxlayın. Keyfiyyət dəyişiklikləri haradadır? Keyfiyyət. Bu, təbii ki, milli qiymətləndirmədədir. Beynəlxalq qiymətləndirmə. Bu, bizim ölkə təhsilini başqa ölkələrlə müqayisə etməyə yönəlibdir. 3 proqram əsasında aparılır. Keçəcəyik ən sonda bunu. TIMSS, Hörlüs, bir də PISA. 3 proqram əsasında aparılır. Biz gedirik, nə edirik? Başqa ölkələrdə, yəni şagirdlərimiz, 4-cü və 8-ci sinif şagirdləri daha çox iştirak edir. Onlar başqa ölkələrdə, yəni iştirak edirlər, yarışlarda və s. beynəlxalq qiymətləndirmə həyata keçirilir. Milli qiymətləndirmə ölkə daxilində keyfiyyət dəyişikliyi yoxlamaq üçündür. Beynəlxalq qiymətləndirmə isə ölkə xarici artıq. Bizim ölkəni başqa ölkələrlə müqayisə etməyə xidmət edir. Yekun qiymətləndirmə nədir? Bu isə təhsil səviyyələrinin sonunda keçirilən qiymətləndirmədir. 1. 9-un sonunda keçirilir. Bir də 11-in sonunda keçirilir. Yəni, ümumi orta təhsil səviyyəsinin sonu və tam orta təhsil səviyyəsinin sonunda keçirilən qiymətləndirmə adlanır. Yekun qiymətləndirmə. Belə. Bunlardan sadəcə məktəb daxili qiymətləndirmə bizə aiddir, müəllim olaraq biz onu nə edirik? Dərs prosesində istifadə edirik. Amma digərləri haqqında təbii ki, məlumatımız olmalıdır. Verin. Bəli. Tərkibdədirsə, bəli. Diaqnostik qiymətləndirmə. Baxın, diaqnostik qiymətləndirmə haqqında buradan baxsaq daha yaxşı olar. Bəli. Diaqnostik qiymətləndirmə dedik nədir? Müəllimə, şagirdlərin güclü və zəif tərəflərini müəyyənləşdirmə imkanı yaradır. Güclü və zəif tərəflərini. Baxın, yadda saxlayın. Diaqnostik qiymətləndirmə şagird üçün risk tələb etməyən bir qiymətləndirmədir. Risk tələb etmir. Niyə risk tələb etmir sizcə? Bəli, yəni şagird rahat olmalıdır burada. Ki, şagirdə orada gündəliyinə nə qiymət yazmayacaq müəllim, nə yekun nəticəyə təsir göstərməyəcək. Baxın, diaqnostik yekun nəticəyə təsir göstərmir. Təsiri yoxdur. Yekuna təsir göstərmir diaqnostik qiymətləndirmə. Diaqnostik qiymətləndirmə dediyimiz kimi rəsmi olaraq jurnala yazılmır. Amma jurnala yazılmadığına görə biz diaqnostikin qeydiyyatını götürməməliyik kimi bir yanaşma çıxsa qarşınıza, bilin ki, yanlışdır. Diaqnostik qiymətləndirmənin mütləq müəllim nə etməlidir?
qeydiyyatını aparmalıdır. Bəli, qeydiyyat mütləq aparılmalıdır. Çünki bu bir qiymətləndirmə növüdür. Qeydiyyatını aparıb nə etməlidir? Qoymalıdır şagirdin şəxsi portfolyosuna, onun şəxsi qovluğuna. Düzdür? Diaqnostik qiymətləndirmə zamanı belə bir düşüncə var ki, yalnız köhnə biliklər salına bilər, yoxlana bilər. Yanlışdır təbii ki. Yalnız köhnə biliklər yoxlanmır burada. Yadda saxlayın, diaqnostik qiymətləndirmədə həm köhnə, həm də yeni biliklər yoxlanıla bilər. Həm köhnə, həm yeni biliklər yoxlanıla bilər. Niyə? Çünki bizim məqsədimiz nədir? Diaqnoz. Düzdür? Diaqnoz. Həm şagirdin əvvəlki biliklərini yoxlamaq, həm də bundan sonraki mövzularla bağlı nəyi bilir, onu üzə çıxartmaq ki, görək, bəlkə şagird elə 6-cı sinifi tam mənimsəyibdir, öyrənib, bilir, bilik, bacarıq səviyyəsi yüksəkdir. Mən artıq bu qiymətləndirməni aparmaqla şagirdə dərs prosesini necə quracam, onunla necə maraqlanacam, hansı istiqamətlərdə bunu müəyyənləşdirmiş oluram, düzdür? Ona görə də diaqnostik qiymətləndirmədə həm köhnə, həm də yeni biliklərdən suallar salına bilər. Uyğunluğu pozmur bu, yəni. Uyğunluq prinsipini pozmur. Çünki mən burada şagirdə qiymət yazmıram. Onu gündəlik meyarla qiymətləndirmirəm, nə də standartlarla qiymətləndirmirəm. 100 ballıq şkala ilə qiymətləndirmirəm. Sadəcə onu tanıyıram. Görüm nəyi bilir, nəyi bilmir. Diaqnostik qiymətləndirmə nə zaman keçirilir dedik? Tədris ilinin əvvəlində. Bəli, baxın. Tədris ilinin əvvəlində, bölmənin əvvəlində, yarım ilin əvvəlində, şagird sinifi dəyişibsə, sinifdən sinifə keçibsə, yəni, və ya sinifə yeni gələn bir şagird varsa, diaqnostik, yəni, belə deyim də, ilk dəfədir mən bu adamla tanış oluramsa, neyəcəm? Su gətirib ona diaqnostik keçirəcəm ki, otur burada diaqnostikini işlə. Çünki mən səni tanımalıyam. Bilməliyəm ki, sən nəyi bacarırsan, nəyi bacarmırsan. Bəli, müəllim özü də əgər yeni işə qəbul olubsa, ilin ortasında müqavilə ilə gedibsə, bunların hamısından eləməlidir? İlk tanışlıqda mütləq diaqnostik qiymətləndirmə keçilməlidir. İlkin bilik bacarıqları yoxlanılmalıdır, sonra digər tədris proseslərinə başlamaq lazımdır. Diaqnostik qiymətləndirmə nəyə şərait yaradır? Baxın, tədrisin diferensiallaşmasına ilk növbədə, fərdiləşməsinə, diferensiallaşmasına. Niyə fərdiləşdirir? Çünki mən şagirdə tanıyıram. Bilirəm ki, şagird nəyi bilir, nəyi bilmir, hansı səviyyədədir və ona necə yanaşıram? Diferensial yanaşıram. Həm də şagird yönümlü yanaşıram. Baxın, şagird yönümlü də yanaşma burada öz əksini tapır. Şagird yönümlü. Çünki şagirdi tanıyaraqdan yola çıxıram. Ona görə də şagird yönümlü təlimi qurmağı bacarıram. Yazılı qeydlər şagirdin deyil, fərdi qovluğunda saxlanılır. Fərdi qovluğunda. Şagirdin güclü və zəif tərəfləri burada nə olur? Müəyyənləşdirilir, üzə çıxarılır. Diaqnostik qiymətləndirmə. Müəyyən bir bala, qiymətə əsaslanmır. Yekun nəticəyə də təsir etmir. Bəs niyə keçirilir? Şagirdi tanımaq üçün, bəli. Onun ilkin bilik bacarıq səviyyəsini müəyyənləşdirmək üçün. Hə, bir də bunu da baxın. Diaqnostik qiymətləndirmək üçün nəzərdə tutulmuş tapşırıqlardan həm də bölmənin və ya mövzunun sonunda da istifadə etmək olar. Bu nə deməkdir? Misal üçün, müəllim bugün diaqnostik keçirdi bölmənin əvvəlində. Diaqnostik oldu, bitdi. Diaqnostik qiymətləndirmə yekunlaşdı artıq. Amma həmin sualları bir də bölmənin sonunda verə bilər şagirdlərə. Niyə? Müqayisə edir sadəcə. Bəli, müqayisə edir ki, görüm əvvəlki vəziyyətlə indiki vəziyyət necədir? Müqayisə xarakteri daşıyır. Sonunda istifadə oluna bilər suallardan, amma buna biz diaqnostik qiymətləndirmə demirik təbii ki artıq. Diaqnostik əvvəldə oldu, bitdi. Bu sadəcə müqayisə xarakteri daşıyır. Yəni, diaqnostikin suallarından mövzunun sonunda, bölmənin sonunda da istifadə etmək olar, amma bu diaqnostik qiymətləndirmə hesab edilmir. Başa düşdünüz? Müəllim aşağıdakı suallara cavab tapır. Diaqnostik qiymətləndirmə zamanı. Baxın, nəyə cavab tapır? Şagirdlər artıq nəyi bilirlər? Şagirdlər nəyi bilmirlər və şagird digər şagirdlərlə müqayisədə təlim nəticəsinə görə necədir, yəni? Müəllim şagirdi, yəni rəy verərək müqayisə etmir ha burada. Sadəcə özü üçün müqayisə aparır ki, görüm şagird nəyi bilir, nəyi bilmir, digər şagirdlərlə müqayisədə hansı səviyyədədir? Diaqnostik bu suallara da cavab
tapır. Bunları da bayaq dedik. Diaqnostik qiymətləndirməni hansı vasitələrlə apara bilərik? Sinifdə sorğular apara bilərik, məsələn, sorğu sualla apara bilərik. Sual cavab ola bilər, bəli. Diaqnostik həm şifahi, həm də yazılı aparıla bilər, yəni. Tapşırıqlar verə bilərik onlara. Bir böyük sulundan, klasterdən istifadə edə bilərik. Sinifdə müzakirələr təşkil edə bilərik. Müəllim özü xüsusi tapşırıqlar hazırlaya bilər, testləri hazırlaya bilər şagirdlər üçün, həyata keçirə bilər. Amma dediyim kimi, misal üçün, müəllim 20 dənə sual hazırlayıbdı, deyək, diaqnostik qiymətləndirmə keçirmək üçün. Bu 20 dənə sualın sayına görə, nə bilim, səviyyəsinə görə, heç bir şeyinə görə şagirdə qiymət yazmayacaq təbii ki. Sadəcə özü üçün müəyyənləşdirəcək ki, görüm şagird nəyi bilir, nəyi bilmir. Bu qədər yəni. Bu 20 sualdan onlara bal çıxartmayacaq müəllim yəni. Belə. Formativ qiymətləndirmə. Bunun sizə